Nəriman Axundzadə artıq Amerikaya çatıb. O artıq ingilis dilində futbola lazım olan terminləri öyrənib və Hello, I am Neriman. I am joined the Columbus crew. I am so happy to be here. ümid edək ki, bu məşqlər stadionda olacaq. Gecə klublarında, restoranlarda və başqa obyektlərdə, yaşayış obyektlərində olmayacaq. Sözün əsl mənasında stadionda olacağını ümid edirəm. Amerikada da başqa bir qitə, başqa bir mədəniyyət, futbola başqa bir bucaq tərzi və bir Azərbaycanlı Nəriman görək özünü Nəriman orada necə aparacaq, necə oyun nümayiş etdirəcək. Onun psixoloji problemləri, söhbət futbol cəhətdən gedir, söhbət Qarabağda yaşananlar, azərkeşlərin ona qarşı olan iradları görə orada öz əksini necə tapacaq. Mən hesab edirəm ki, dili tam öyrənməyib Nəriman. Yəni Amerikalı azərkeşlərdən yola gedə bilər hər halda. Çünki onların deyəcəyi sözü çox güman ki, Nəriman başa düşməyəcək. Ən azı dili öyrənənə qədər. Təbii ki, orada məsləhətlər ola bilər ki, qaç, pressing tətbiq elə, ötür, zərbə vur. Yəni söhbət belə fikirlərdən gedir. Oyun zamanı stadiondan gələn sadalardan. Uğurlar arzulayıram həm yerlimizə və Nəriman öz karyerasının yüksəliş dövrünü yenidən bu komandada başlayacağını ümid edirik. Affa Sabah klubunu cərimələdi. Böyük bir cərimədən söhbət gedir. 15.000 manat və Dambrasqasının köməkçisinə 7 oyunluq cəza veriblər. Düzdür, Qarabağ klubuna ciddi cəza təyin olundu. Söhbət Qarabağ Sabah maçından sonraki, yəni oyunun sonlarına yaxın olan bir qarşıdurmadan, bir qalmaqaldan gedir ki, Zaur Ağzadə və Müşfiq Hüseynov da hərəsi, yəni 6 oyunluq cəzalandı və klub ümumilikdə 12.000 manat zərər gördü bu davada. Amma davanın əsas səbəbkarı Sabahın baş məşqçisinin köməkçisi idi ki, o qeyri-etik jest göstərməklə bu qalmaqala səbəb oldu və maraqlıdır ki, bundan sonra biz oyunlarda, xüsusən Qarabağ Sabah oyununda hansı məqamı görə biləcəyik? Çünki aprel ayında 3 görüşləri var, 2 kuboklu Premyer Liqa maçı və əgər bir problem olarsa, biz qalmaqalın daha da böyük miqyasını izləyib canlı şahidi ola bilərik. Amma hazırki duruma görə cərimə yetər qədər ciddidir. Ona görə inanmıram ki, belə bir hal təkrarlansın. Elvin Cəfərquliyev Ramil Şeydayevi məhkəməyə verəcək. Ona vurulan apaza görə. Təbii ki, bizə bir zarafatdır. Biraz mətbuatda da biraz bu haqqında danışıldı. Əlbəttə ki, yəni mənim çox xoşdur ki, həm Sabahla kubokda oynayacağıq, həm də ki, çempionatda belə deyim, ağır oyunlarımız bizi gözləyir qabaqda. Bu qədər. Mən Ramilin zarafatını açıq qınamaq istəmirəm. Çünki Ramil illərdir Qarabağ düşərgəsində çalışıb, yəni milli komandanın düşərgəsində olub, həm Elvinlə, həm digər futbolçularla. Yəni Ramili hamı tanıyır. Yəni bu gün Ramil oynamır. Bəzən görürsən ki, oynamağa meyl etmir, bəlkə də oynaya bilmir. Qoy heç olmasa belə zarafatlar edib komandanın biraz əhval-ruhiyyəsini qaldırsın, uşaqların belə deyim də öz motivasiyasını necə deyirlər, şən ab-havada keçirməyə bir vasitəçi olsun. Ancaq bunu demək olar. Ramil də o futbol oynamır, heç olmasa belə işlərlə uşaqların başını qaçsın, desin, gülsün və ayın sonu maaşını alsın.